Salam dostlar. Əgər sizin də televizorunuz köhnədirsə, həmin televizorda Play Market, YouTube, Netflix və bəzi video kliplər, IPTV-lər yoxdursa, o televizora atmağa ehtiyac yoxdur. Siz like qoyub abunə olun, mən sizə niyəsini izah edeyim. Dostlar, bu video qətiyyən reklam xarakteri daşımır. Mən sadəcə olaraq bunu öz tanışma məsləhət gördümsə, hər halda sizə də məsləhət görürəm. Nəyə görə? Mən çox TV-boxlarla işləmişəm. TV-boxların içində çox modellər var. Bu modellərdən ən yaxşılarından biri Xiaomi gedir. Nəyə görə? Bu 8 GB RAM-ı var deyə, donma yoxdur. HD dəstəyi var, Wi-Fi ilə qoşulur, kabellə qoşulur. Yəni keyfiyyətlidir, sizə məsləhət görürəm. 147 qram çəkisi var, balaca TV boxdur. HDMI dəstəyi var. Həmin HDMI kabeli bir tərəfi TV boxa, bir tərəfi televizora qoşulur. Adapterin bir tərəfi TV boxa, bir tərəfi toka qoşulur. Bundan sonra televizorda HDMI neçəyə qoşulubsa, həmin o slotu tapıb seçirik və TV boxun interfeysi açılır. Ondan sonra bizdən çox güman ki, sıfırdan açanda bizdən Play Market'in parolunu, Gmail'ini istəyəcək. Play Market'e daxil olandan sonra oradan YouTube Kids'i, Netflix'i, daha doğrusu bu default proqramlardır. Bu, yəni əlavə 1000 manat, 2000 manat verib əlavə televizor almağa ehtiyac yoxdur. Əgər sizin evinizdə, məsəl üçün, yaxşı televizor varsa, ikinci televizorunuzda atmaq istəmirsinizsə, bir TV boxdan siz onu Android eləyə bilərsiniz, Smart eləyə bilərsiniz. Dostlar, videonu bəyəndinizsə, like qoymağı və abunə olmağı unutmayın. Belə faydalı videoların gəlməyini istəyirsinizsə, yorumlarda bildirin. Sağ olun.